bax, birinci. Mətndə nədən söhbət getmir? A bəndində maralın səhvini anlamasından. Bəli, axırda. B. Gedir. Buynuzların gözəmliyindən. Aha. Tərifləyir özünü. Bəli. Ovçu maralın yaralanmasından yaralayıb. Maral ovçudan qaça bilməsindən. Qaça bilməməsindən. Maralın ovçudan qaça bilmir. Bəli, qaçır. Yazın mı? Yaz. Üstünə yazdım, tamam. İkinci oxu. Mətndə çərçivənin daxilində verilmiş sözlər hansı sözlərlə əvəz etmək olar? Çərçivə daxilindəki söz hansıdır? Yox. Çərçivə. Bəla. Bəla. Bəla sözünün deyir qarşılığı olaraq nə ola bilər? Bax, başına bir bəla gətirdi. Bədbəxtlik, bəli. Doğrudur. Görün, mətin çətin deyilmiş. İşarələr verilmiş isə hansı sözlər yazılmalıdır? Aha, bax, üçbucaqla orada gül formasındadır. Onlara baxın. Məncə bu deyil. A variantını çıxırıq. Seçkilik. Aha, sudan danışır da. Su içməyə gedirsə, deməli təmiz sudan su içəcək. Dedi. Məncə dedi. Cavab dedi. Gəl baxaq. Təmiz suyundan içməyə çalışır. Sonra axırda da nə edir? Ayaqlarını çox çirkindir deyə. Gülür. Yox, gülmür. Təəssüflənir. Ayağının çirkin olduğuna görə pis olur. Bax, belə olacaq. Çayın dumduru suyundan içməyə başlayır və ayaqlarının çirkin olduğuna görə pis olur da, yəni təəssüflənir. C.